Əziz izləyicilər, düz yolun kənarında əla bir 5 otaqlı evimiz satışa çıxıb 200 kvadrat metrdən ibarətdir. Bax, proyekt bu qaydadadır. Girişdə solda yerləşir mətbəx sahəsi. Sonda sizin çöl görünüşünü göstərəcəm. Birinci mərtəbə isti döşəmədir. 3 ədəd sanitar qovşaqdan ibarətdir. 5 otaqdan ibarətdir. Birinci və ikinci mərtəbə monolit beton. İkinci mərtəbə yekunda beton kəmər örtüyü və dam örtüyü tamamilə izolyasiya olunub. Bax, burada deməli zal hissənin girişidir, dəyərli dostlar. Darvazanın düz önündən marşrut keçməkdədir, metro hərəkət edir. Burada bax, yerləşir belə bir böyük zal hissəsi. Zalın eni 4 metrdir, rahat 30 kvadrat metrdən artıq zal hissə mövcuddur. Patsıl çıraqlarına kimi xüsusi seçilir, dəyərli dostlar. Deməli, qeyd etdiyim kimi 3 ədəd sanitar qovşaqdan ibarətdir. Biri ailə üçün nəzərdə tutulmuş otağa məxsusdur. Kollektor sistemi burada yığılıb, kombo aparatının yeri də burada nəzərdə tutulub. Kommunallar mövcuddur, mərkəzi kanalizasiya var. Yaxınlığında bütün növ ictimai yaşayış obyektləri, böyük supermarketlər şəbəkəsi, məktəbi bağçası yerləşməkdədir. Darvazanın ön hissəsində qeyd etdiyim kimi düz metroya gedən marşrut darvazanın ön hissəsinə hərəkət edir. 569 nömrəli marşrut. Qalxırıq ikinci mərtəbəyə, ikinci mərtəbənin deməli foyesi bu qaydadadır, solda yerləşir. 2 ədəd yataq otağı, bu otaqlarla sizlərə tanışdırayım. Sonunda qeyd etdiyim kimi evin çöl görünüşünü sizlərə göstərəcəm. 200 kvadrat metrli 2 sotda inşa olunub. Lüks təmirə sahibdir və qiymət başlanğıc olaraq 174 min manatda alıcılara endirim etmək mümkündür. Bax, bura növbəti otaq. Buradan eyvan sahəsinə çıxış var. Darvazanın düz önündən metroya gedən marşrut hərəkət etməkdədir. Bax, burada dam qeyd etdiyim kimi dam örtüyün alt hissəsi izolyasiya olunub, dama çıxış üçün də pilləkən qoyulub, açılıb qapanan pilləkən. Burada ümumi istifadə üçün nəzərdə tutulmuş belə bir sanitar qovşaq. Baxın, dəyərli dostlar. Əvvəldən axıracan cüt kubiklə inşa olunub. Birinci və ikinci mərtəbə monolit beton, ikinci mərtəbənin yekunda beton kəmər atılıb. Burada belə bir deməli ailə üçün nəzərdə tutulmuş yataq otağı və buranın özünə məxsus sanitar qovşağı. Gedək evin çöl görünüşünü göstərim sizə. Əziz dostlar, evimizin çöl görünüşü baxın bu qaydadadır. Gözəl təmirə, gözəl dizayna və bütün tikinti keyfiyyətlərinə riayət olunaraq inşa olunmuş bir evdir. 2 sotda inşa olunub. Qeyd etdiyim kimi darvazanın düz önündən metroya gedən marşrut keçir. Masazırda yerləşir. 569 nömrəli marşrut yolunun kənarında. Yaxınlıqda bütün növ ictimai yaşayış obyektləri yerləşməkdədir. Məktəb bağçası, 6 nömrəli məktəb və s. və ilə axır. Ətraflı məlumat üçün evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.